Azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus Palmalı Şirkətlər qrupu Fövqəladə Hallar Nazirliyinə Deep Flight Super Falcon sualtı qayığı hədiyyə edib. Bu barədə məlumatı Azvision AZA Fövqəladə Hallar Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Oqtay Bayramov təsdiqləyib. Fövqəladə Hallar Nazirliyinin rəsmisi qeyd edib ki, ad çəkilən sualtı qayıq dekabrın 15-də Xəzər dənizində baş vermiş faciə nəticəsində itkin düşən neftçilərin axtarışına cəlb olunacaq. Oqtay Bayramovun sözlərinə görə Deep Flight Super Falcon sualtı qayığı bundan sonra Fövqəladə Hallar Nazirliyinin balansında olacaq. Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatında mənzillənmiş və özəl sualtı qayıqların istehsalı ilə məşğul olan Deep Flight şirkəti Deep Flight Super Falcon sualtı qayığını xüsusi sifariş əsasında istehsal edib. Sualtı qayıq böyük yaxtalardan və ya sahildən suya endirilə bilir. Tamamilə elektrik mühərriki ilə işləyir, heç bir səs çıxmır, yüksək sürətlidir və bu keyfiyyətinə görə sualtı qırıcı təyyarə adı alıb. Sualtı qayıq 2 nəfərlikdir, dənizlərin və okeanların dibində 120 metr diametrdə zonanı müşahidə etməyə imkan verir. Deep Flight Super Falcon sualtı qayığı yüksək komforta, təhlükəsizliyə və 360 dərəcə bucaq altında müşahidə aparmaq imkanlarına malikdir. Qayığın qiyməti minimum 3-4 milyon manat arasında dəyişir.